Ümumiyyətlə daha öncələri insan olduğu yerdə problemin olmasının qaçınılmazlığından bəhs etmişdim qısaca. Yəni bir neçə dəfə bu mövzuya toxunmuşdum. Və indi də onun davamı olaraq onu əlavə etmək istəyirəm ki, ümumiyyətlə bu problemlərin qarşısını almaq üçün müəyyən qaydalar qoyulur. Yəni hər hansı bir yerdə, bir şirkətdə olur, bir dövlətdə olur, bir məktəbdə olur, bir ailədə olur və s. Ya bu təbii bir şeydir. Sadəcə bu qaydalar qoyulduğu zaman, məsələn, ətrafda insanlarda o qədər müşahidə edirəm ki, yəni qaydaları sevən tərəfim var və qaydalardan nifrət edən tərəfim var. Şəxsən bunu bildirirəm. O da nəyə görə dəyişir? Özümü mühakimə etməməliyəm bu məsələdə. Çünki ümumiyyətlə qoyulan qaydalarda, yəni yeni insan tərəfindən qoyulur deyə, orada bir çox xətalarda özünü göstərə bilər. Yəni əslində qoyulan bir qayda problemi həll etmək üçün və ya daha yaxşı bir alternativ ortaya qoymaq üçün və s. olmalı ikən. Bəzi insanlar sırf qayda qoymaq üçün qayda qoyur və ya sırf ətrafda qoyulan qaydanı mənasızlaşdırır. Yəni daha da fərqli bir problem ortaya çıxarmağa çalışır və ya bunu etməsə belə, yəni etməyi istəməsə belə, nəticədə belə bir şey alınır. Bu səbəbdən yəni düşüncəm odur ki, bu qaydalar məsələsi biraz daha gözdən keçirilməlidir. Yəni həqiqətən də nəyi nə üçün etmək istədiyimizi bilmək. Yeni gəlib eyni məsələyə çıxır. Yəni problemi həll etmək üçün olmalıdır bu qaydalar deyə düşünürəm əslində. Doğrusunu Allah bilir.